Şumerlərin özünə Kəngər deməsi ilə Kəngər türk boyları arasındakı əlaqəni olub-olmamasını kənara qoyaraq biz Kəngər sözünün, türk boylarında olan Kəngər sözünün etimoloji təhlilinə baxaq. Mən əvvəlki söyləşilərdə qeyd etdim ki, əslində biz bu günü türk dediyimiz ad əslində türklərin soyadıdır. Yəni türk sözünün yaranması minlərlə il nəticəsində baş vermiş bir prosesdən sonra türk sözünə çevrilmişdir. Türklər ilk 3 türk boyu olan As-Suur boylarından formalaşmışdı. Və mənim etimoloji təhlillərlə müəyyənləşdirirəm ki, demək türklər minlərlə ildə, minlərlə kilometr coğrafiyada yaşamış və bu yaşayış dönəmində eyni boydan olan türklər inancsızlaşan soydaşlarından və ya inancsızlaşdığını düşündüyü soydaşlarından, boydaşlarından fərqlənmək üçün adlarının əvvəlinə və ya sonuna əski türk dilində, ön türk dilində olan yaradan, tanrı mənasına gələn ök sözünü, kişi, mən, mənlik sözünü ifadə edən mən sözünü, tanrı sözünün ilk hecası olan töz sözünü əlavə edərək adlar formalaşdırmışdı. Və zaman zaman bura kan və ya pir sözünü də əlavə edərək yeni boy adları formalaşdırmışdı. Bunu qısaca deyəsi olsaq, məsəl üçün həmin Ur tayfaları bir müddətdən sonra inancsız soydaşlarından fərqlənmək üçün tanrılı urlar mənasında özlərinə Toğur, Tur demişdi. Daha sonra növbəti 100 və ya 1000 illər keçdikdən sonra biz onların özlərinə Türök dediyini görürük. Yəni imanlı türklər. Və daha sonra həmin türklər özlərinə Ökük Türk demişdi. Hansı ki biz Orxan Yenisey yazıtılarında Göytürk kimi ifadə etdiyimiz türklər əslində özlərinə maddi, göyü ifadə edən Göytürk yox, Ökük Türk demişdi. Və İslamı qəbul edən türklər isə daha sonra özlərinə Türkmən demişdi. Bəziləri Türkmən sözünü türk və iman sözü ilə əlaqələndirir. Lakin biz Böyük İskəndər dönəmində Gürcü qaynaqlarında bunturların olduğunu görürük. Həmin bu bunturlar əslində bən və tur sözünün birləşməsindən yaranan bən və tur sözündən başqası deyil. Azərbaycanın Qazax rayonunda Daşsalahlı kəndində bir qism Daşsalahlılara Bender deyilir. Və Bender sözünün də nə olduğu bu günə kimi bəlli deyildi. Yəni dolayısıyla demək ki, Gürcü qaynaqlarında keçən buntur, Bender və eyni ilə türklərin daha sonra özlərinə türkmən deməsi eyni məntiqin davamıdır.